Əxlaq elmində müsbət xüsusiyyətlərə fəzilət deyilir. Fəzilətli sifətlər, fəzilətli xüsusiyyətlər. Amma mənfi xüsusiyyətlərə rəzilət deyilir. Rəzilət yəni mənfi xüsusiyyətlər, mənfi sifətlər. Fəzilət yəni müsbət xüsusiyyətlər. Mənfi xüsusiyyət, məsələn, təkəbbürlü olmaq. Təkəbbürlü olmaq bir dənə mənfi xüsusiyyətdir. Təkəbbürün adına əxlaq elmində rəzilət deyilir. Hansı şeylər səbəb olur, insan gözəl xüsusiyyətə malik olsun? Hansı şeylər səbəb olur, insan mənfi xüsusiyyətə, rəzilətə sahib olsun? Onların səbəblərini öyrədir, amillərini öyrədir. Çünki insan bunların səbəbini bilməsə, özü də bilmədən belə bir rəzilət sifətinə düşür, mənfi xüsusiyyətə düşür, özünün də xəbəri olmadan, özü xəbər tutanda artıq iş işdən keçmiş olur. İnsan əgər istəyirsə ki, özünü, nəfsini düzəltsin, həqiqətən gözəl əxlaq sahibi olsun, bunları bilməlidir. Əxlaqla ədəbin arasında fərq var ya yoxdur? Ədəb eyni həmin əxlaqdır, yoxsa ədəblə əxlaqın fərqi var? Bunların arasında, əgər fərqi varsa nə fərqi var və bunların arasında bir əlaqə varsa nə əlaqəsi var? Ədəblə əxlaq arasında nə əlaqəsi var? Əvvələn, bəli, əxlaqla ədəbin arasında fərq var. Əxlaq ədəb demək deyil, ədəb də əxlaq demək deyil. Ola bilər bir insan ədəbli olsun, o demək deyil, amma 100% o insan həm də əxlaqlı olsun. Bu o demək deyil. Ərəb dilində ədəb sözü, lüğətdəki mənası çağırmaq deməkdir. Məsələn, bir nəfəri mən çağırıramsa, orada deyirlər ki, ədəbdur. Ədəbdur, yəni çağırdım bir nəfəri, çağırmaq mənasına. Amma ədəb insanların dilində, elə ərəblərin öz dilində də bir istilahi mənada da işlənir. Əxlaq elmində də belədir. Əxlaq elmində də ədəb istilahi mənada işlənir. Necə istilahi mənada? Bir insanın zahirdəki rəftarı, zahirdəki davranışı gözəl olsa, onun o gözəl davranışının adına ədəb deyilir. Necə ki, biz də öz dilimizdə belə deyirik, elm əxlaqda da elə deyirik.